MBA sınav imtahanı 2-nin 4-cü hissəsinin izahı ilə davam edirik sualların izahına. 31-ci sualımız, əgər ABCD dörtbucaqlıdırsa, o kvadrattırmı? Birinci şərtimizdə bizə deyir ki, dörtbucaqlının bütün tərəfləri bərabərdir. Biz bilirik ki, bütün tərəfləri bərabər, rombun da bütün tərəfləri bərabərdir, kvadratın da bütün tərəfləri bərabərdir. Yəni, birinci şərtə görə kvadrat ola da bilər, olmaya da bilər. Bütün tərəfləri bərabər olan fiqurlar romb da ola bilər, kvadrat da ola bilər. İkinci şərtimiz, konkret suala cavab verə bilmirik, yəni birincidən. O kvadrattırmı? Bilmirik, qalırıq belə, ola da bilər, olmaya da bilər. İkinci şərtimiz, dörtbucaqlının bucaqları düzbucaqdır. Bucaqlar düzbucaq olan düzbucaqlı da ola bilər və kvadrat da ola bilər. Burada da konkret olaraq ikincidən ayrılıqda suala cavab verə bilmirik. Baxaq görək, ikisinə birlikdə cavab verə bilirikmi ikisinə birlikdə? Bütün tərəfləri bərabərdir və bucaqları da düzbucaqdır. İki şərti birləşdirəndə belə bir şey alınır. Bu da birbaşa kvadratın tərifidir. Tərəflər bir-birinə bərabərdir və bucaqlar düzbucaqdır. Bu bizə elə kvadratı verir birbaşa. Kvadrattırmı? Bəli, ikisindən birlikdə istifadə edib suala cavab verə bilirik. Bizdə bu hansı cavab olacaq? Düzgün cavab olmaq üçün hər iki mülayizə birlikdə istifadə edə kifayətdir, lakin ayrılıqda istifadə götürdükdə kifayət deyil. Sualımızın 31-ci sualımızın doğru cavab olacaq C bənd. Keçirik növbəti suallarımıza. Otuz ikinci sualımız. Ox kəsiyi kvadrat olan silindrin oturacağının radiusu 3 cm olarsa, çəkək birinci silindirə oxşar bir şey çəkək. Bu bizim silindirimiz. Silindirin ox kəsiyi dedikdə ümumiyyətlə bu kəsiyi nəzərdə tutulur. Buradan bura bir xətt çəkərik. Belə bir dənə bu, bir dənə də. Xəttlər əslində düz olmalı, yəni kvadrat formasında bir şey alınır burada. Birazın dəyər olduğu bizdən də ev yoxdur. Silindirin oturacağının radiusu 3 cm. Oturacağının radiusu bu hissədir. Və bura 3 cm-dirsə, aydın məsələdir ki, digər tərəfdə 3 cm-dir. Ümumiyyətlə, bunun diametri 3 cm-dir. Əgər bura 6-dırsa, bütöv, bura 3, bura 3, bura 6-dırsa, o kəsik kvadrat dediyinə görə bu silindirin hündürlüyü o da olur. Kvadrat olduğuna görə bütün tərəflər kvadratın bir-birinə bərabər də əvvəl demişdik. H da bərabər olur 6-ya. Burada 6-dır, burada 6-dır. Bizdən silindirin yan səthinin sahəsini istəyir. Silindirin yan səthinin sahəsi də S bərabərdir. Bu çevrənin uzunluğu vurulsun hündürlüyü olur. Yəni 2 pi r vurulsun h-a. Qiymətlərin hamısını yerinə qoysaq, r-in yerinə yazacaq 3, radius 3-dür. H 6-dır, 3, 6, 18, 12-yə oranında olacaq 36 pi santimetrin kvadratı. Sualımızın doğru cavabı olur Y bəndi. 30-cu sualımız funksiyanın təyin oblasti nədir? Keçən videolarımızda demişdik ki, sınav imtahanı birinci izahında kök altı funksiyasının təyin oblasti əgər burada cüt dərəcə olarsa, ancaq müsbətlər götürülür. Yəni, funksiyanın təyin oblasti qeydilənmişdir ki, x-in aldığı qiymətlərdir. X-in aldığı qiymətlər təyin oblastıdır. Burada cüt dərəcə olsa, biz kökün altını 2x minus 3 böyükdür, bərabərdir 0 yazırıq. Kökün altı mənfi ola bilməz demişdik. Əgər bu sualda belə həlləmişsinizsə, bəri başdan deyib səhv həll eləmişsiniz. Çünki burada kökün üstündə 3-dür. 3-cü dərəcədə kökün altından mənfi çıxa bilər. Yəni, kökün altı mənfi də ola bilər, müsbət də ola bilər, 0 da ola bilər, hər şey ola bilər. Kökün altına nə istəsəz yaza bilərsiniz. Ona görə də sualımızın doğru cavabı olur C bəndi, heç hesablamağa ehtiyac qalmır. 34-cü sualımız kubun diaqonalı olarsa kubun həcmini tapın. Kubun həcmi ümumiyyətlə B bərabərdir. A kubudur. Belə hesablanır. Tərəflə də diaqonal arasındakı əlaqə D bərabərdir
Bu da ikinci düsturumuz. D bərabərdir. Kök altında 3. Kök altında 3 A'ya. A kökün altında değil, kökdən kənarda. D'ni bizə burada verib 4 kökdə 3'dür. Buradan biz A'nı tapa bilərik. Tapaq A'nı. D'nin yerinə yazacağıq. 4 kökdə 3 bərabərdir. Kök altında 3 vurulsun A. Kök altında 3'lər gedir. A'nın 4 olduğunu tapırıq. A bərabər 4 alınır. Onu da burada gətirib yerinə qoyuruq. 4'ün kübü bizə verəcək 64. MBA-da da həndəsədən bu tipli suallar olur. Xüsusilə də fəza suallarında şəkil falan çəkmək o qədər də sizdən tələb olunmur. Yəni şəkil üzərində olan suallar o qədər çox olmur. Əsasən fəza mövzusunda olur düstur tələb edən suallar. Sadə düsturları bilsəz, qiymətlər qoyucusu yerinə sadəcə hesablayıb bu şəkildə rahatlıqla cavabı ala bilirsiniz. Növbəti 35-ci sualımız sistemindən x, y hasilini tapmamızı istəyir. Bir neçə variantda əlləyə bilərik. Biz elə ilk gördüyümüzdən həlləyək. Bunlar tərəf-tərəfə toplasaq, baxın, y-də bir dəfə müsbətdir, bir dəfə mənfidir. Tərəf-tərəfə bu ifadələri toplasaq, y-də 1 gedəcək. Bunları toplayanda ortaq məxrəc x-də olacaq, x-də 3. X-də 1-dən x-də 2-ni toplayırıq, x-də 3 bərabərdir. Bunları toplayanda 4-də 3 ilə 4-də 3-dür, bu da olacaq, toplayanda 4-də 6. Tənasüb kimi vursa 3, 4, 12, bu da x-də bizə 2 verməlidir ki, 12 versin. X-in 2 olduğunu tapdıq. Gətirib istənilən birində yerinə qoyub bilgi tapa bilərik. Birincidə qoyaq yerinə. X-in 2 olduğunu artıq bilirik, tapmışıq. Birincidə ya ikincidə yerinə qoyaq. Birincidə qoysa olacaq 2-də 1 plus y-də plus y-də 1 bərabərdir 4-də 3-ə. Bunu da məxrəcin 4 ilə 2 öbürsünə hesablama parmaq rahat olsun. Olacaq 4-də 2, 2-də 1-i hər iki tərəfini 2-yə vururuq. Keçəndə o tərəfə 4-də 3-dən 4-də 2 çıxılacaq, y-də 1 qalacaq. Y-də 1 bərabər olacaq 4-də 1-ə. Buradan da tənasüb kimi vursaq 4 bərabərdir y-də. Y-in də qiymətinin 4 olduğunu tapmış olduq. 4-ü vuracaq 2-yə, cavabımız olacaq. Bizdən hasilini istəyir, cavabımız olur 8. Yenə dediyim kimi fikirləşəcəz, başqa üsulları da tapa bilərsiniz bu sual üçün. Növbəti 36-cı sualımız tənliyinin x1 və x2 kökləri üçün x1 bərabərdir 2x2-yə şərt ödünərsə A-nı tapın. Deməli, bunu biz belə yazsaq x1-i tənliyimizin x2 kökü 2 dənə kökü var da x2 bərabər olsun x-ə. Bunu bir x götürək, özümüz götürürük, sadəcə x götürürük. x1-imiz də 2 dənə x2-dir, yəni bunun ikimisinə bərabərdir. x1-imiz də onda bərabər olacaq 2x-ə. Hər ikisini eyni hərfə gətirdik. x2-miz 2x-dir, x1-imiz də 2x-dir. Köklərin hasili bərabər olur, köklərin hasili bərabər olur sərbəst həddə. Yəni x vurulsun 2x, köklərimiz bunlardır, bərabər olur a kvadratı minus 7. Bundan təbii ki, təkli a tapmaq olmaz, çünki bu tərəfdə bir dəyişən buradadır, bir dəyişən burada. İkincisini yazaq, köklərin cəmi x plus 2x bərabərdir. Buradakı x-in yanında duran həddə ancaq ona x işarəsi ilə. Burada görürsünüz 9 mənfidirsə burada müsbət olacaq. Müsbət 9 imiş ki, oraya yazanda mənfi olur. 3x bərabər 9-a, x də bərabər olur buradan 3-ə. X təpəndən sonra artıq A-nı tapa bilərik. X-lərin yerinə gətirib 3 yazırıq. 3, bu da 3. 2, 3, 6, o da 3, 18. 18-in üstünə keçirik, 7-ni gəlirik buradan. Olacaq A kvadratı bərabərdir 25-ə. A kvadrat 25 isə A-nın da 5 olduğunu tapmış oluruq. Əslində tək 5 deyil, mənfi müsbət 5-dir. Çünki mənfi 5-in kvadratı 5 edir. Ancaq burada A-nın müsbət göstərdiyinə görə sadəcə 5-i götürürük cavab olaraq. Sonra növbəti sualımız 37-ci sualdır. Törəməni istəyir bizdən. Funksiyanın törəməsində 1 qoyacaq x-in yerinə. Əvvəlcə birinci törəməni tapaq. U böl V kimidir bu ifadə. Yəni nisbətin törəməsidir. U böl V-nin törəməsində biz yazırdıq bu şəkildə. Məxrəc V-nin kvadratı. Sonra U-nun törəməsi vurulsun V. U törəməsi V. Minus U vurulsun V-nin törəməsi. Biz də burada üsulu tətbiq edəcəyik. Birinci törəmə aldı. Məxrəcin kvadratı buradakı kimi necədirsə elə o şəkildə. 2x minus 3. Bu məxrəcin kvadratı olacaq. Sonra davam eləsək. Sürətin törəməsi vurulsun məxrəc. Sürətin törəməsi bizə 2x verir. 2x verəcək. Onu vuracaq məxrəcə. Məxrəcimiz 2x minus 3-dür. 2x minus 3-dür.
Sonra minus ortada mənfi işarəmiz var. Sürət vurulsun məxrəcin törəməsi. Sürət olduğu kimi saxlayırıq. X kvadratı plus 3. Vuracaq onun məxrəcin törəməsini burada düsturumuzda. Baxın, məxrəcin törəməsi də bizə verəcək 2. 3-ün törəməsi 0 verəcək. Məxrəcin törəməsi də bizə verir 2. Və törəmə alandan sonra qiymətini birbaşa yerinə 1 qoyacaq. Tabi sadələşdirməyə vaxt durmayaq bir də. 1 olduğunu bir də sadə bir şeydir. Yazarıq, yəni hesablayarıq. 1 verəndə bura olacaq 1, 2, 2-dən 3 çıxanda bura olur -1. Burada 1 verək, 2, 2-ni də -1-ə vuranda -2. Bu kompleksin ümumiyyətlə -2 olduğunu tapdıq. Bura -2-dir, bu toplanan bir yerdə. Bu ikincisini hesablayaq. 1, 1-in üstünə 3 yəni 4. 4 2-yə vuranda 8. Bu -8-dir, buna -2-dir. Sürətimiz qalır -10. Məxrəcə baxaq indi. Məxrəcdə 1 qoysaq 2, 2-dən 3 çıxanda -1, -1-in kvadratı müsbət 1 eləyir. Cavabımız yekunda qalacaq. -10-u da 1-ə bölsək, cavabımız yenə də qalacaq -10. 38-ci sualımız. Burada xətlərin paralellik əlamətlərindən istifadə edə bilərik. Bir neçə variantda bu x-i biz tapmağımız mümkündür. Məsəl üçün, bunun üçün ayrıca üsul da bilir, amma üsuldan heç istifadə etmədən tapa bilərik. Bu xətti uzatdıq. Bura 40-dırsa, çarpaz xətlər olduğuna görə deməli avtomatik olaraq burada 40-dır. Sonra bura 40-dırsa, bura 150-dirsə, bura 30 dərəcədir. Qonşu bucaqlardır. 150 ilə bu 30. Sonra 30, 40 bura qalırsa, növbəti tərəf olacaq, bu olur 70. Elə iki daxili bucağın cəmi olaraq qonşu olmayan xarici bucağa bərabərdir. Və yaxud da bu bucağı tapıb 180-dən x-in cəmini, 180-dən onu çıxıb x-i ala bilərsiniz başqa üsulla. Birbaşa biz yedək, 30-un üstünə 40 yəni də x-imiz olacaq 70. Bir də təkrar edirəm, 3 bucaqda iki daxili bucağın cəmi olaraq qonşu olmayan xarici bucağa bərabərdir. Yəni bunu bir neçə variantda bu sualın cavabını tapmaq olar və asanlıqla özdə. Funksiyasının qiymətlər oblasını tapın. Qiymətlər oblasti bizdə bunun fx-in, yəni y-in aldığı qiymətlərdir. X-in aldığı qiymətlər deyil. Kökaltı ifadələrdə adətən qiymətlər oblasti sıfırdan müsbət sonsuzluğa qədər olur. Yəni A variantındakı kimi. Yəni kökalının ən kiçik qiyməti 0 olduğuna görə sıfırdan başlayır müsbət sonsuzluğa. Ancaq bəzi ifadələr var ki, orada nə etsək də kökün altından 0 çıxara bilmirik. Məsəl üçün də bizim bu ifadəmiz kimi. Burada biz bunun biraz formasını dəyişsək, olacaq kökün altında. Bunu bir mötərizənin kvadratı kimi yazırıq. Həmişə eləməyə çalışın. X plus 5-in kvadratı. Bu bizə nə verir? Bunu açsaq bizə verəcək x-in kvadratı. Birincinin ikinci yazısının ikimizin 10x plus 25. Ancaq burada görürsünüz 50-dir. Buna görə biz burada əlavə bir plus 25 yazaq. Yəni bütün mötərizənin sizə alınsın deyə burada fx yazmayaq, elə birbaşa yazaq. Qısa geçsin. Tərtib fx yazmayaq. İndi burada biz kökdən ən kiçik neçə çıxara bilərik? Kökün içinin ən kiçik olması üçün ümumiyyətlə bu kvadratın içinin ən kiçik olmalı. Kvadratdan ən kiçik çıxanda 0 çıxır. Ona görə x-in yerinə yazırıq -5. -5, 5 bu olacaq 0. Bu kök ümumiyyətlə 0-dır. Bütövlüklə bu 0. 0-ın üstünə 25 gələndə olacaq 25. 25-dən kök çıxacaq 5. Yəni bu ifadə bunun ən kiçik qiyməti 5-dir. Bu kökün altından ən kiçik 5 çıxa bilər, 0 yox. Bunu həmişə cavab götürmür. Belə ifadələr olan ən kiçik 5 çıxa bilər. Və digəri də bunun yerinə, x-in yerinə nə qədər böyük ədədlər yazsa, bu da sonsuzluğa qədər gedəcək. Bunun müsbət sonsuzluğa qədər yolu var. Sualımızın doğru cavabı olur C bəndi. 39-cu sualın cavabı olur C bəndi. 5-dən müsbət sonsuzluğa qədər. 40-cı sualımıza baxaq. Tərəfi 12 cm olan kvadratın daxilinə çəkilmiş dairənin sahəsi neçə santimetrin kvadratıdır? Birinci əvvəlcə bir kvadrat çəkərik. Bu bizim kvadratımız. Onun daxilinə bir dairə çəkərik. Bu da bizim dairəmiz. Kvadratın tərəfi 12 cm-dir. Əgər diqqətlə baxsaz, bu kvadratın tərəfi ilə bu dairənin diametri ikisi də eyni şeydir. Bunun tərəfi 12 cm-dirsə, bunun da biz radiusunu tapmaq istəsək, mərkəzini qeydləyək burada. Bura bütöv 12-dir və bu tərəf bütöv 12-dir. Elə yuxarısı da hamısı 12 olaraq gedir. Bura 12-dirsə bunun yarısı, yəni radiusu 6-dır. Biz dairənin radiusunu biliriksə, onun sahəsini hesablaya bilərik. S bərabərdir dairənin sahəsi pi r kvadratı. 6-nı bilirik. 6-nın kvadratı olacaq 36, olacaq 36 pi. Sualımızın doğru cavabı olur Y bəndi.
Növbəti 41-ci sualımız ya da 41 qalsın, onu 5-ci hissədə izah edərik. Video artıq xeyli uzanıb. Sizi də yormasın. Növbəti 5-ci hissədə növbəti sualların izahına baxarsınız.